Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Mən Kurikulum və Azərbaycan dili üzrə təlimçi müəllim Qasımova Röya ilə bu gün sizlərə MİQ çərçivə proqramına yenicə daxil edilmiş Tim Hurstonun produktiv düşünmə nəzəriyyəsinə aid 5 test tapşırığının izahını təqdim etmək istəyirəm. Gəlin vaxtımızı çox itirmədən keçək suallarımızın izahına. Sual 1. Müdavim bir neçə ildir ki, MİQ imtahanına hazırlaşır, lakin istədiyi nəticəni əldə edə bilmir. O, şəhər mərkəzində işə düzəlmək istəyir. Amma topladığı bal həmin vakansiya üzrə yetərli olmur. Müdavim belə bir qərara gəlir ki, onun illərdir uğur qazana bilməməsinin səbəbi problem üzrə səmərəli yol müəyyən etməməsidir. Yəni, pərakəndə fəaliyyət göstərməsidir. Nizamlı şəkildə oxumamasıdır, doğru təlimçi ilə çalışmaması, düzgün vasitə tətbiq etməməsidir. Tim Hurstonun produktiv düşünmə modelinə görə, müdavim hansı mərhələni reallaşdırmaqda səhvə yol verdiyi üçün uğurlu ola bilmir. Əziz müdavimlər, gəlin Tim Hurstonun produktiv düşünmə nəzəriyyəsinə aid olan 6 mərhələni özümüz üçün burada bir yerlərdə qeyd edək. Baxın, mərhələ 1. Mərhələ 1 nədir? Mərhələ 1 problem nədir mərhələsi hesab olunur. Problem nədir? Yəni, problemin müəyyən olunması mərhələsi. Mərhələ 2. Uğur nədir? Və ya məqsədin müəyyən olunması. Məqsədin müəyyən olunması. İkinci mərhələ məqsədin müəyyən olunması mərhələsidir. Mərhələ 3. Əsas sual nədir? Əsas sual nədir? Mərhələ 4. Çoxlu sayda yeni yollar yarat. Çoxlu sayda yeni yollar yarat. Mərhələ 5. Bu yollar içərisindən ən uyğun yolu seç. Və nəhayət sonuncu 6-cı mərhələmiz isə plan qur, resurs seç mərhələsi hesab olunur. Gəlin indi hər bir mərhələyə ətraflı şəkildə nəzər yetirək. Baxın, ilk mərhələmiz problem nədir mərhələsi hesab olunur. Bu mərhələdə problem müəyyənləşdirilir. Yəni ortada hər hansı bir problem var və mövcud vəziyyət burada tam şəkildə analiz olunur. Problemin əsl səbəbləri müəyyənləşdirilir və faktlar toplanılır. Mərhələ 2. Uğur nədir? Məqsəd nədir? Məqsədin müəyyən olunma mərhələsi hesab olunur. Məhz bu mərhələdə müdavim uğur mənim üçün nə deməkdir? Sualına cavab axtarır. Burada müdavim özü üçün konkret, ölçülə bilən bir nəticə formalaşdırır. Baxın, birinci mərhələ problem nədir mərhələsi idi. Burada situasiyamızda ortada bir problem var. Müdavim MİQ imtahanına hazırlaşır, lakin istədiyi nəticəni əldə edə bilmir və buna görə də Bakı şəhərində işə düzələ bilmir. Yəni, problem onun istədiyi balı toplamaması və Bakı şəhərində işə düzələ bilməməsidir. Məqsəd nədir? Məqsəd təbii ki, müdavim yüksək bal toplamaq və Bakı şəhərində işə düzəlmək istəyir. Məqsəd budur. Bunun üçündə müdavim özü üçün konkret ölçülə bilən bir nəticə formalaşdırmalıdır. Məsələn, müdavim qarşısına məqsəd qoyur ki, bu il imtahanda 90+ bal toplayacam və şəhər mərkəzində işə düzələcəm. Məhz bu onun məqsədinin müəyyən olunması hesab olunur. Daha sonra mərhələ 3. Əsas sual nədir? Mən bu mərhələyə bir növ suallar mərhələsi deyirəm. Çünki bu mərhələdə hər bir insan, istər müdavim, istərsə də başqa bir işlə məşğul olan bir insan olsun, hər hansı bir problem yolunda özünə bir sıra suallar verir. Məsələn, nə etməliyəm ki, burada müdavimi götürək gəlin. Müdavim düşünür, nə etməliyəm ki, nəticəmi artırım? Hazırlıq strategiyamı necə yaxşılaşdıra bilərəm? Niyə zəif, yəni aşağı nəticə göstərmişəm? Mənim nəticəm niyə yüksəlmir? Nəticəmi yüksəltmək üçün nə edə bilərəm? Və s. Mərhələ 4. Çoxlu sayda yeni yollar yarat. Bu mərhələdə məhz müdavim bir sıra yeni yollar yaradır. Yolların sayı artırılır. Bir növ müdavim beyin fırtınası aparır.
Daha sonra mərhələ 5 ən uyğun yolu seç. Burada artıq müdavim 4-cü mərhələdə hansı ki yollar müəyyənləşdirmişdi, onların içərisindən ən uyğununu müəyyən edir. Bu yolları müqayisə edir 4-cü mərhələdə. Onların müsbət və mənfi tərəflərini müəyyən edir. 5-ci mərhələdə isə ən uyğun yolu müəyyənləşdirir özü üçün. Düşünür ki, hansı daha effektivdir və s. Və nəhayət mərhələ 6. Plan qur, resurs seç. Burada günlük və yaxud da ki, həftəlik və istərsə də aylıq olsun, hər hansı bir plan qurulmalıdır. Müdavim özü üçün resurs müəyyən etməlidir. Resurs dedikdə, məsələn, bu istər kitab seçimi olsun, istər müəllim seçimi olsun və yaxud da ki, zaman məhdudiyyəti olsun və s. Bir sözlə, burada müdavim konkret fəaliyyət planı hazırlanmalıdır. Amma situasiyamıza diqqət yetirək. Baxın, burada müdavim özü artıq bunu dərk edir ki, səmrəli yolu müəyyən etməyib. Yəni, imtahana yaxşı hazırlaşmayıb, pərakəndə fəaliyyət göstərib, doğru təlimçi ilə çalışmayıb, bunun üçün düzgün vasitə tətbiq etməyib. Yəni, onun hər hansı bir planı yoxdur, düzgün seçilmiş resursu yoxdur, düzgün sistemli şəkildə imtahana hazırlaşmayıb. Məhz buna görə də birinci sualda doğru cavab variantımız E variantı. Plan qur və resurs seç mərhələsi hesab olunur. Sual 2. Tim Hurstonun produktiv düşünmə modelinin hansı mərhələsi daha çox divergent düşünmə ilə əlaqədardır? Gəlin, baxaq görək divergent düşünmə nədir? Divergent düşünmə hər hansı bir problemə və yaxud da ki, istər suala bir çox variantlar, çoxsaylı ideyalar yaratmaq deməkdir. Burada yəni, divergent düşünən insan hər hansı bir sual, problem ətrafında beyin fırtınası aparır və onun bir sıra yollarını müəyyən edir. Məhz bu mərhələdə də əsas məqsəd mümkün qədər çox ideya toplamaq, sərbəst düşünmək və məhdudiyyətsiz alternativlər yaratmaqdan ibarətdir. Bu düşünmə şəkli məhz divergent düşünmə hesab olunur. Bu da Tim Hurstonun produktiv düşünmə nəzəriyyəsinə əsasən cavablar yarat. Yəni, D variantına aid edilir. İkinci sualda doğru cavab variantımız D variantı hesab olunur. Keçək sual 3-ə. Sual 3-də bizdən nə istənilir? Uyğunsuzluğu müəyyən edin. Bizdən uyğunsuzluq istənilən zaman biz doğrunun altından yanlış, yanlışın altından isə doğrunu müəyyən etməliyik. Gəlin, nəzər yetirək doğru və yanlış olan cümlələrə. Həll yollarının hər birinin müsbət və mənfi cəhətləri hansılardır? Mərhələ 1. Mərhələ 1 nədir? Mərhələ 1 problemin müəyyənləşdirilməsi mərhələsidir. Bu yanlışdır. Çünki həll yollarının hər birinin müsbət və mənfi cəhətləri hansılardır? Məhz bu sual 4-cü mərhələyə aid olunur. Çünki 4-cü mərhələdə problemin bir sıra həll yolları müəyyənləşdirilir və həll yollarının müsbət və mənfi tərəfləri, müsbət və mənfi cəhətləri tapılır. Buna görə də bir yanlış hesab olunur. 2. Problem həllində ona dəstək olacaq insanları seçir. Mərhələ 6. Mərhələ 6 plan qur və resurs seç mərhələsidir. Bəli, bu doğru hesab olunur. Çünki problem həllində ona dəstək olacaq insanları seçmək 6-cı mərhələyə plan qur və resurs seç mərhələsinə aid olunur. 3. Bunun üçün hansı yeni həll yolu ola bilər? Mərhələ 3. Mərhələ 3 nə idi? Əsas sual nədir? Əsas sual nədən ibarətdir? Bu suallar mərhələsidir dediyim kimi, burada müdavim və yaxud da ki, insan özü üçün, yəni özünə qarşı bir sıra suallar verir. Məsəl üçün, problemi necə həll edə bilərəm? Problemi həll etməyin mənim üçün nə kimi xüsusiyyətləri və yaxud da ki, müsbət mənfi cəhəti ola bilər? Bunun üçün hansı yeni həll yolu ola bilər və s. Buna görə də 3 doğru hesab olunur. 4. Problemin uğurlu həll olunub-olunmamasını sonda hansı meyarlara əsasən qiymətləndirmək olar? Mərhələ 2. Mərhələ 2 nə idi? Mərhələ 2 məqsədin müəyyənləşdirilməsidir. Məhz problemin uğurlu həll olunub-olunmamasını sonda hansısa meyarlara əsasən qiymətləndirmək. Mərhələ 2 məqsədin müəyyənləşdirilmə mərhələsi hesab olunur. Buna görə də bu doğrudur. 5. Problemi həll etməyin faydası nə olacaq? Mərhələ 1. Mərhələ 1 problem nədir mərhələsidir. Bəli, burada müdavim düşünür. Problem nədir?
problemi yaradan səbəblər nələrdir? Bu problemi həll etsəm, yəni problemi həll etməyin mənim üçün faydası nədən ibarət olacaq? Məhz buna görə də bu doğru hesab olunur. Ən yaxşı həll yolu hansıdır və nə üçün? Mərhələ 3. Mərhələ 3 əsas sual nədir? Yəni suallar mərhələsidir. Lakin ən yaxşı həll yolu hansıdır və nə üçün? Baxın, bu 5-ci mərhələ hesab olunur. Bayaq da qeyd etdiyim kimi 4-cü mərhələdə problemə bir sıra həll yolları tapırıq. 5-ci mərhələdə isə o yolların içərisindən ən uyğununu, ən yaxşısını özümüz üçün müəyyənləşdiririk. Buna görə də bu yanlış hesab olunur. İndi bizdən doğrunun altından yanlış, yanlışın altından isə doğrunu tapmağımız istənilir. Gəlin baxaq, doğrunun altından yanlışı tapırıq. Yanlış 1-dir. Yanlışın altından isə doğrunu müəyyən edirik. Yanlışın altından doğru isə 4 və 5 hesab olunur. Deməli, bizim 3-cü sualda doğru cavab variantımız 1, 4 və 5. Yəni, C variantı hesab olunur. Sual 4. Əgər müdavim Rəhman müəllimin Tim Hurstonun produktiv düşünmə modeli barədə olan mövzu izahına baxsam daha yaxşı öyrənmiş olaram. Yoxsa Rüyalə müəllimənin Tim Hurstonun test izahına baxsam? Yoxsa Rəhman müəllimin Zoomda edəcəyi sual-cavabda iştirak etsəm daha yaxşı qavramış olaram deyə düşünürsə, bu situasiya Tim Hurstonun produktiv düşünmə modelinə görə neçənci mərhələ hesab olunur? Gəlin bu situasiyanı mərhələlər üzərində qısa şəkildə qeyd edək. Birinci mərhələ nə idi? Problem nədir mərhələsi. Gəlin baxaq görək burada problem nədir? Burada problem mövzu izahını, yəni burada müdavim mövzu izahını daha yaxşı öyrənməyib. Dərsi daha yaxşı qavramaq istəyir. Yəni problem budur ki, burada müdavim dərsi daha yaxşı öyrənməyib və qavramayıb. Dərsi və yaxud mövzunu yaxşı qavramayıb. 2. 2 nə idi? Uğur nədir? Məqsəd nədir? Məqsədim nədən ibarətdir? Məqsədi nədir? Əlbəttə ki, mövzunu daha yaxşı mənimsəmək, daha yaxşı qavramaq. Mövzunu daha yaxşı qavramaq. 3-cü mərhələ suallar mərhələsidir. Burada müdavim özünə suallar verir. Mövzunu necə yaxşı qavraya bilərəm? Bunun üçün nə etməliyəm? Necə edim ki, mövzunu yaxşı qavrayım və s. Gəlin yazaq. Necə edim ki, mövzunu daha yaxşı qavrayım. Keçik 4-cü mərhələyə. 4-cü mərhələ nədir? Bunun üçün bir sıra yollar müəyyənləşdirməliyik. Necə edim ki, mövzunu daha yaxşı qavrayım? Baxın, 4-cü mərhələdə bu suala cavab tapırıq. Baxın, cavab variantları da burada verilib. Rəhman müəllimin Tim Hurstonun produktiv düşünmə modeli barədə olan mövzu izahına baxsam. Mövzu izahına baxmaq, mövzu izahı. Daha sonra Rüyalə müəllimənin test izahına baxmaq. Daha sonra Zoomda sual-cavaba qoşulmaq. Zoomda sual-cavab. Deməli, 4-cü mərhələdə artıq müdavim bir sıra yollar müəyyənləşdirdi. İndi keçirik əsas məsələyə. Bu yollar içərisindən ən uyğununu müəyyənləşdirmək. Baxın, müdavim burada 4-cü mərhələni həyata keçirdib. Yolları müəyyənləşdirib. Lakin bu yollar arasından daha yaxşı yolu qavramaq barədə düşünür. Məhz bu da 5-ci mərhələyə aid olunur. Məsələn, burada da tutalım şagird Zoomda sual-cavabı seçəcək. Sual-cavabı seçəcək. Deməli, bizim sualımızın doğru cavab variantı 5-ci mərhələ, yəni E variantı hesab olunur. Onu da qeyd edim ki, 4-cü mərhələdə insan divergent düşünür.
Yəni problemə bir sıra yollar axtarır, çox seçimli yollar axtarır. 5-ci mərhələdə isə konvergent düşünür. Yəni konvergent düşünmədən istifadə edir. O yollar içərisindən bir yolu, ən yaxşı yolu, daha yaxşı yolu özü üçün müəyyən etmiş olur. Beləliklə 4-cü sualda doğru cavab variantımız E variantı hesab olunur. Keçdik 5-ci və sonuncu sualımıza. Şagird 5-ci gün məktəbdən çıxıb dayısıgilə getdiyi üçün və 1-ci gündə oradan birbaşa məktəbə gəldiyi üçün 1-ci və 4-cü günlərdə keçirilən biologiya kitabını öz evində qoymuşdur. Buna görə də biologiya müəllimi tərəfindən məzəmmət edilir. Tim Hursonun produktiv düşünmə modelinə görə baş verən situasiya hansı mərhələdir? Baxın, deməli 5-ci gün şagird dərsdən çıxır və dayısıgilə gedir. Evə getmir. Şagirdin də 1-ci və 4-cü günü biologiya dərsləri olur. Lakin bu 5-ci gün çıxıb dayısıgildə qaldığından 1-ci gün evə getmir və həmən dayısıgildən çıxır və məktəbə gedir. Buna görə də biologiya kitabını evdə qoyur. Dərsə gətirə bilmir və buna görə də müəllim onu məzəmmət edir. Yəni burada bu mərhələdə ortada yaranan problem dəqiqləşdirilir. Problemin səbəbi müəyyən olunur. Məhz buna görə də doğru cavab variantı A variantı. Yəni 1-ci mərhələ problemin müəyyənləşdirilmə mərhələsi hesab olunur. Deməli, doğru cavab variantı A variantıdır. Belə əziz müdavimlər, testlərimizin izahı bu qədər. Əgər izahım sizin üçün faydalı və yararlı oldusa və bu kimi izahlarımın ardının gəlməyini istəyirsinizsə, video izahı bəyənməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.